Təsəvvür edin ki, mülkiyyətinizdə bir ev var, amma bu sadəcə sizin mülkiyyətinizdə deyil, eyni anda 5 nəfərin mülkiyyətindədir. Yəni hər kəsin ayrı-ayrılıqda faizlə həmin ev üzərində paylı mülkiyyət hüququ var. Mülki Məcəllənin 220-ci maddəsi məhz bu məsələni tənzimləmək üçündür. Gəlin həmin maddəyə sırayla nəzər salaq. 220.1 deyir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Yəni ki, ev barəsində bütün mülkiyyətçilər, yəni 5 nəfər mülkiyyətçisi varsa, 5-i də əgər razıdırsa qarşılıqlı şəkildə, bu zaman onlar 5 nəfər qarşılıqlı razılıq əsasında həmin əşyanı, həmin evi bölə bilərlər. Ya da məsələn 3 sot torpaq var və 3 nəfər arasında bölünür, hərə bir sotu götürə bilər, əgər bölünməsi mümkündürsə. İkinci hissə bildirir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Əgər mülkiyyətçinin payı varsa, o tələb edə bilər ki, onun payı ayrılsın. Yəni, bayaq dedik ki, 3 sot torpağı 3 nəfər arasında bölüşdürür. Ola bilər ki, onlar razı olmasınlar digər 2 nəfər həmin payın ayrılmasına. Amma həmin o bir paya sahib olan mülkiyyətçinin hüququdur ki, öz payının ayrılmasını tələb eləsin. Bunu əvvəlcə danışıq formasında, yəni arada razılaşma ilə, daha sonra isə məhkəmə qaydasında edə bilər. Məhz 220.3 də bunun üçündür. Yəni, tərəflər razılığa gələ bilmədikdə məhkəməyə müraciət edir. Təbii ki, ilk olaraq naturada həmin torpaq sahəsinin bölüşdürülməsi təklif oluna bilər. Yəni, hərəyə bir sot torpaq hasarlanaraq bölüşdürülsün. Amma məsələn, torpaq sahəsi olmasa, bir avtomobil olsa və 3 nəfərin mülkiyyətində olsa, bir avtomobili 3 yerə bölmək olmaz. Bu halda o ki, hansı bir nəfər ayrılmaq istəyir, öz payının ayrılmasını istəyir, həmin şəxs tələb edə bilər ki, pul vəsaiti formasında onun payı ona digər 2 payçı tərəfindən ödənilsin və o bu zaman paya mülkiyyət hüququnu itirir. Həmin maşın artıq 3 nəfərin yox, 2 nəfərin paylı mülkiyyətində olur. Bu hal payı fiziki ayırmaq mümkün olmayanda, bir də real bölünmə əmlaka ciddi zərər vuranda həyata keçirilir. 220.4-ə gəldikdə isə o qeyd edir ki, həmin hansı ki payın ayrılmasını tələb edən şəxs var, mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi ya da başqa kompensasiyanın aradan qaldırılır. Bunu dedik. Bu maddədə bir də nə qeyd edilir? Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verir. Yəni mən payımın ayrılmasını tələb edirəmsə, mən razılıq verməliyəm ki, mənə ya naturada payımı ayırın, ya da ki kompensasiya ödəyin. Mülkiyyətçinin payı əgər cüzi olarsa, real sürətdə ayrıla bilməzsə, ümumi əmlakdan istifadə edilməsi onun mənafiyi, mühüm mənafiyi olmazsa, baxın bu hallarda məhkəmə qərar çıxarır ki, mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçıların öhdəsinə olan kompensasiya ödənilməsi vəzifəsi qoyulsun. Yəni pay çox kiçikdirsə, real olaraq ayrılmırsa, ümumi əmlakdan istifadə onun üçün çox da vacib deyilsə, bu halda məhkəmə həmin ayrılmasını, payının ayrılmasını tələb edən şəxsin razılığını almadan kompensasiyanı özü təmin edir, təyin edir daha doğrusu. Avtomatik olaraq payı ayrılan, kompensasiya olan pulla əvəzlənən şəxs, tutam ki 3 sot torpağımız var idi və bir sotumun əvəzini ödədilər ya da bir sotumu mənim üçün ayırdılar. Mənim artıq o paylı mülkiyyətə olan mülkiyyət hüququm itir. Əgər pulu ödənilibsə mənə ümumiyyətlə heç nəyə hüququm qalmır. Əgər payım ayrılıbsa ancaq sadəcə mənə ayrılan pay faiz nisbətində mənim mülkiyyət hüququm qalır. Ən son hal nədir? Bu sadaladıqlarım içində, yəni bütövlükdə əmlakı bölüşdürmək şəxslər arasında ya da onun pulunu kompensasiya eləmək, naturada kompensasiya eləmək, pulla kompensasiya eləmək, bundan heç bir mümkün deyilsə ya da ciddi nəticələrə səbəb olursa, bu zaman məhkəmə nə edir? Əmlakı çıxarır açıq hərraca, açıq hərracda qazanılan, yəni hansı məbləğə ki satılır, oradan əldə edilən məbləği tərəflər arasında bölüşdürür. Bu barədə daha doğrusu qərar qəbul edilir, daha sonra bu qərar icra olunur.